Herkes salamlar dostlar, mən Kənan. Bugün sizlərlə birlikdə Evil'dan oynayacağıq. Evil'dan hard modda kanalizasyondan qaçacağıq. Baxın, qaçmağı yoxlayacağıq demirəm, qaçacağıq deyirəm. Arada çox fərq var. Daha çox böyle videoların gəlməsini istəyirsə aşağıdan like atıb kanala abunə olmağı unutmayın. Gəlin başlayaq. Buradan zor mod alırıq, yəni hard mod. Gördüyünüz kimi kanalizasyonu kullanarak kaç 750 altın verir. Yəni ən çətin ikinci qaçışdır. Destansı qaçışı da eləyə bilərdim, amma onun üçün maskalar tamamlayamamışam. Onu da əgər istəsəz başqa bir videolarda tamamlaya bilərik. Gəlin başlayaq. Birinci gün. Bu arada 3 günümüz var deyəsən. Ben adımı dəyişdirib gəldim. Adımı dəyişdirdim, gəldim dostlar. İndi bitirmək üçün qabağımızda heç bir engel yoxdur. Asan bir şəkildə bitirəcəyimizə inanıram. Gəlin başlayaq. Kanalizasyondan qaçmaq üçün nələr lazımdır çox yaxşı bilirəm də bunu biraz yuxarı alaq. Buralara baxaq mı? Lazım deyil. İlk başlayanda mənim beyin biraz error verir. Başlar başlamaz da belə olmaz da. Of, ürəyim bir danışmağı unuttum. Bir də adama kafa atanda elə qışqırır ki, adam adını 3-4 saniyəlik yadından çıxardır da. Yəni buralara baxaq. Madeni para. Can çəkməcəyə açırıq. Niyə yağ var burada məsələn? Çox qorxuram mən. Robar var burada. Yox. Ay bu oyunun ən böyük mənfisi də Granny'də kimi çaşdıramırsan bu yer çox qısıtlıdır. Tamam, crowbar nerede olduğunu bilirəm, fisyo. İndi hocam burada niyə trambolin var? Tamam, buna fake ata bilərik inşallah. Yəni, inşallah buna fake atacağıq. Aha, fake atdıq. İndi yuxarıdan Shakira balığı almalıyıq. Tamam, o Shakiran balığı alandan sonra da Evil'ları çox görməyəcəyik. İndi sadəcə burada fake ata bilirik Evil'ları. Sadəcə burada. İndi hocam. İndi bu crowbarı götürürük. Kancaynələrə kanalizasyonlara asılıyıq. Biraz uzundur işimiz, biraz. Çox yox. Kancanı da açandan sonra bir daha buralara gəlməyəcək. Bütün işimiz aşağıda kanalizasyonda olacaq. Buradan çıxma sən. Sənə bir söyüşlər söyərəm deyil. Heç eşitmədiyim. Azərbaycan bayrağında 8 rəng olduğu üçün Azərbaycanlılar bu durumdan heç şikayətçi deyirlər və bu İndi ver arıyor. Oyunun başında sən məndən mırt tutmuş ola bilərsən, amma oyunun axırlarında mən sənə bir mırt tutmaq tutacağam. Oy, çox sürətli gəl. Üst parmaq oynayıram oyunu bu dəqiqə. Hocam indi crowbarı aldıq. Yəni levye. Bizə şalter lazımdır. Şalter. İndi bir şalter taxacağıq bura. Və artıq su səviyyəsi azaldı. Su səviyyəsi azaldığına görə bizə crowbar lazımdır.
Crowbar'ı alan vaxt mənə kafa atsan, sənindən gəlmir, tamam. Orada dolu var. Bu arada burada bir dənə timsah var, o timsahdan diqqətli olun. Gözü biraz çordu, amma sizi görsə yaxşı şeylər eləyəcəyini düşünmürəm. Mən heç tutmayıb, tutanı da görməmişəm. Yavaş gəzir də biraz. Amma sizə tutsa, yəni parçalayar da yox əgər atomunuza qədər. İndi buradan düşürük aşağı, dişli sarkı o gördüyünüz yerə taxacaq. Timsahdan çox qorxmuram, çünki dediyim kimi kördü və yavaşdır. Tamam. Orada su bidonu görürüm. İndi bizə 4 dənə su bidonu və manşanı idim. Oy. Bizi gördü və hal-hazırda aşırı sürətli gəlir. Tamam. 2 ədəd düşmə yeri var. Bir oranı açacağıq. Neyse, buraları sizə çox başa salmayacağım, başınızı qatıb. Mənim hərəkətlərimdən özünüz tutasınız istəyəm. Burada su bidonu var və tapdım o su bidonu. Tamam, qaldı bir dənə su bidonu. Onu da buradan şakiyan balıqla tutub həll eləyəcəyik. Və manşonu almaq üçün də bir dənə tema var. O tema nədir? İndi sizə deyəcəm. Onun üçün də şakiyan balığı. Yəni şakiyan balıq bayağı lazım olacaq bizə. İndi şakiyan balığı qoyacağıq o daşlı yerə. Bu timsah da orada balıq olduğu üçün tullanıb o divarı qıracaq. Biz də içərdən girəcəyik və bir dənə kodlu qapı var. Aynen bura. Burada sandıq, qapı, çaşqa və bulut var. Bu simgələrin olduğu şəkilləri tapacağıq və o şəkillərin hansı nömrə ilə işarələndiyini tapıb, kodu yazıb, manşonu alıb qaçacağıq. Bu qədər basit. Gəlir. Yox, gəlmir. İndi gəlir. İş başa düşdü. Adam bir yapışıb şakiyan balığa. Onun üçün bizə anahtar demək lazımdır. Tamam, anahtar demətini aldıq. Tamam, qapını açdıq. Malın zaten harada olduğunu bildik. O tərəfdən avantajımız var. İndi bu qapını açdıq. Artıq bu qapının kilidi açıldı. Oy, 3 barmaq, 3 barmaq. Gəl. O fake'inə var. Tamam. Qırdı oranı. Sandıq, qapı, çaşqa, bulut. Bulutu tapdıq. Sandıq. İlk kodumuz 5'dir. Çaşqa, qapı. Sandıq, çaşqa. Sandıq, qapı, çaşqa, bulut. 5, 9, 8, 5, 9, 59, 81. $59.81 kodumuzu yazacağıq. 59.81. Tamam, bitirdik oyunu, bitirdik. Bax. Oradan gələcək. Oy, sal. Manş onu ver. Gəl. Almalıyıq. Sal.
Nəysə dostlar, bir videonun da sonuna gəldik. Dediyim kimi daha çox belə videonun gəlməsini istəyirsə, like atıb abunə olmağı unutmayın. Sağ olun.